Yəni özünüz də məni tanıyırsınız, azdan çoxdan bələdsiniz mənim xasiyyətimə ki, mən yalanla elə də bir aram yoxdur. Yəni sevmirəm yalan danışmağı. Bu qədər vaxtda məndən soruşmusunuz. Nə zaman soruşmusunuzsa demişəm rəsmi bir məlumat olanda sizlərlə paylaşılacaq. Yenə də elə deyirəm. Amma artıq sizə məsləhətim yanvar ayından ödənişsiz belə olsa öz üzərinizdə işə başlayın, yəni vaxtında gecikdirməyin. Çünki sizi ciddi bir imtahan gözləyir artıq 2026-cı ildə. Bu ola bilər mart-aprel ayı, yəni elə deyilir. Ona görə çox ciddi şəkildə hazırlaşın. İndi mən də elə eşitmişəm. Yəni məndə də elə sırf olaraq oradan eşitmişəm. Bəli. Suallar onsuz da nisbətdə biraz çətin olacaq. Çünki sertifikasiyada həm maaş artımı söhbəti var. Düzdür, sizin nəticələrinizə əsasən yenə onu tənzimləyəcəklər. Onu ən yaxşı dövlətin özü bilir. Yəni bizim danışmağımız artıqdır, amma sizə məsləhətim sadəcə budur. Demirəm hansı ayda olacaq, necə olacaq, hansı gündə olacaq. Bunu heç bir kəs də deyə bilməz. Çünki onu ancaq özləri bilir. Amma yəni yanvar ayından artıq ciddi bir şəkildə yanaşın və hazırlaşın. Çünki bu gün mən də inanmırdım. Deyirdim ay yox. Amma bu gün elə bir şəxsdən məlumat almışam ki, yəni o da deyir ki, artıq yaxın aylarda gözlənilir. Ona görə deyirəm, yenə də ciddi şəkildə hazırlıqlara başlayın. Bu demək deyil ki, mütləq kiminsə ödənişli təliminə qoşulun və yaxud da nəsə. Amma yəni deyirəm ki, yəni hazırlıqlı olasınız ki, sabah gedib imtahanda da üzağ bir şəkildə çıxıb işinizdə qalasınız. Bu belə. Bir də müəllimlər. İndi mən videonu çəkəcəm, video qeydimizi hazırlayacağam. Amma aktivliyiniz çox aşağıdır. Yəni videonu bəyənənlər də var, sağ olsunlar. Ən azından videonu bəyənin, əməyə qiymət verin. Bir də kanala abunə deyilsinizsə kanala abunə olun. Həmçinin bizim də ödənişli əsaslarla yanvar qrupumuz olacaq Allahın izni ilə. Bu məcburi deyil ki, kimsə məcbur qoşulmalıdır. Amma kimlər ki, indi izah edəcəyim formada açar sözlər vasitəsilə hər bir şeyi aydınlığı ilə mənimsəyib, gedib imtahanda da əvvəlki müdavimlərim kimi yaxşı nəticələr göstərmək istəyirsə, təlimlərimizə buyura bilər. İndi başlayaq. Müəllimlər. Aha, hər vaxtınız xeyir. Aha, buyurun. Yox, siz çatdıracaqsınız inşallah. Artıq bizim 2 ayımız qalıb. Çatdıracağıq, narahat olmayın. Hə, narahat olmayın. Deyin müəllimə. İnşallah. Çatdıracaqsınız, narahat olmayın. Yekunlaşdıracağıq. Əgər desələr ki, məsəl üçün artıq mart ayında imtahandır, yenə deyirəm, yəni demirəm sizə martda mütləq imtahan olacaq. Elə bir şey demirəm. Sadəcə olaraq gəzən müəyyən nüansları sizə çatdırıram ki, hazırlıqlı olun. Yəni hər an hər şeyə hazırlıqlı olun. Deyilməlidir. Deyilməlidir əslində 3 ay öncədən, yəni konstitusiyada da qanunla 3 ay öncədən deyilməlidir. İndi görək də yanvar ayında artıq deyilməlidir əgər martda. Yox, məktəb müəllimlərinə deyilmişdi, 6 ay qabaq deyilmişdi özdə onlara. Onlara deyilmişdi. Əslində biz hissə-hissə öyrənirik, ən azı 5 ay çəkir. Yəni deyim ki, belə qısa. Sadəcə olaraq deyilsə ki, hər gün mən onda bütün qruplarımı birləşdirəcəm, gündəlik olaraq gedəcəyik. Yəni onda artıq gündəlik olaraq hər gün gedəcəksiniz. Narahat olmayın. İnşallah. Ona görə rahat olun. Çərçivədə çıxan kimi özləri paylaşacaqlar. Amma çərçivə sənədi çıxsa 3 ay öncədən çıxmalıdır. Çünki bir aya heç kim o çərçivəni öyrənib düzəməli gedib nəticə göstərə bilməz. Amma bir şey də deyim sizə, yeni çərçivə sənədi çıxsa belə, müdirlərdə belə olmuşdu da bu. Yeni çərçivə sənədi çıxdı, müdirlər dedi ki, ay bu dəqiqə bunu öyrənməliyik. Amma köhnə çərçivə sənədi qaldı geridə. Və gəldi suallar köhnə çərçivə sənədindən düşdü. Bir ay, bəli. Bəli. Ona görə, yəni köhnə çərçivə sənədi mütləq bilməlisiniz. Var. Diaqnostikan var da, yəni diaqnostika, bir də MİQin çərçivə sənədi var. Yox.
yəni situasiya formasında düşəcəkdir. Amma köhnə çərçivə sənədini bilməyiniz daha gözəldir. Çünki oradan əlaqələndirilmiş formada çox güman ki, hətta deyərdim ki, daha çox suallar elə oradan düşür. Çünki bu illər boyu belə olub da. Yəni köhnə çərçivə sənədi ilə əlaqəli suallar çox düşür. Bəzən hətta yeni çərçivə sənədində olan sualı salmırlar, əlavə etmirlər. Köhnə çərçivə sənədinə istinad edirlər. Nələr düşəcək, nələr düşməyəcək, onu əsaslandırıb hansı mövzuların düşmə ehtimalı var, onları öyrənəcəksiniz. Hansı köhnə çərçivə mövzularının düşmə ehtimalı var, onları öyrənəcəksiniz. Yəni sistemli formada. MIQ-in çərçivə sənədi də eynən elə diaqnostika ilə demək olar ki, oxşardır. Ona görə biz ikisini elə əhatəli öyrənirik. Həm ondan, həm bundan. Bəli, bir şəkildə, bəli, sistemli formada. Çünki artıq belə deyim də, mən özüm 3 dəfə demək olar ki, MIQ imtahanında iştirak etmişəm və bilirəm hansı mövzular düşür, nələr düşmür. Onun əsasında biz proqramı ona uyğun şəkildə edirik ki, artıq onsuz da avtomatik ən çox üstünlük verilən mövzular, məsəl üçün Elkonin var, Elkonin düşmür. Amma əslində çərçivə sənədində yer alır. Amma düşmür. Onun əvəzinə var, amma düşmür. İndi gedəndə özünüz də görəcəksiniz. Ona aid bir dənə test görməyəcəksiniz. Onun əvəzinə Waldorfdur, Frebeldir, Emiliyadır. Onlar düşür. Elkoniya, amma sadəcə var. Hər vaxtınız xeyir. Başlayaq, müəllimlər. Gəlin başlayaq. Müəllimlər, savad təlimi, hər vaxtınız xeyir olsun. Müəllimlər, savad təlimi və nitqin inkişafı məşğələsi bilirsiniz, bizim 2.2 əsaslandır. Bir dənə səslərə nəzarət edərsiniz, zəhmət olmasa. Bizim savad təlimi və nitqin inkişafı məşğələsi 2.2 əsas standartına əsaslanır. Yəni, nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərini istifadə edir. Və savad təliminin bir dənə başlığı var. Oxuyaq və yazaq. Necə ki, digər məşğələlərimizin də başlıqları var. Məsəl üçün, dinləyək və danışaq bədii təfəkkürdür, sayaq və düşünək riyaziyyatdır, yapaq və quraq təsviri fəaliyyətdir, tanıyaq, öyrənək, ətraf aləmdir. Savad təlimində başlığı oxuyaq, yazaqdır. Bəs gəlin görək, məktəbə qədərdə oxumaq və yazmaq varmı? Əlbəttə ki, yoxdur. Bəs niyə görə başlığımız oxuyaq və yazaqdır, müəllimlər? Çünki bizim uşaqların məktəbə hazırlığın, uşaqların məktəb təliminə hazırlığın verilən tələbləri içərisində orada fiziki hazırlıq var. Yəni, biz uşaqları məktəbə, oxumağa, yazmağa, məktəbə qədər dönəmdən hazırlayırıq deyə başlıq olaraq, bünövrəsi olaraq oxuyaq və yazaq başlığı da burada mühüm yer tutur. Yəni, burada oxumaq, yazmaq olmasa belə, burada uşaqda nə formalaşdırırıq? Oxuya hazırlıq, yazıya hazırlıq formalaşdırırıq. Ona görə də savad təliminin məqsədi uşaqları oxu təliminə, yazı təliminə hazırlamaqdır. Bəs savad təlimi özü 5-6 yaş qrupundan başlayır. Aşağı yaş qruplarında da onun standartı var. Bəs onlar nə üçün var? Deyə bilərsiniz. Müəllimlər, bilirsiniz yəqin ki, bizim ətraf aləmlə tanışlıq məşğələmiz var. Hansı ki, ətraf aləmlə tanışlıq məşğələsi 1-ci yaş qrupundan orta qrupa qədər, yəni 1-3 yaşa qədər ətraf mühitlə tanışlıq və nitq inkişafı adlanır. Orta qrupdan məktəbə hazırlığa qədər artıq ətraf aləmlə tanışlıq və nitq inkişafı adlanır. Artıq məktəbə hazırlıq dönəmində sırf olaraq ətraf aləmlə tanışlıq adlanır. Yəni artıq nitq inkişafı onun tərkibindən çıxır. Bəs hara daxil olur nitq inkişafı? Savad təliminin tərkibinə daxil olur. Çünki 5-6 yaşdan artıq savad təlimi başladığı üçün savad təlimi və nitq inkişafı olaraq adlanır. Yəni, buradan nəyi başa düşəcəyik biz? Yəni, biz savad təlimini nitq inkişafı olaraq ətraf aləmlə tanışlığın içərisində 1 yaşından 5 yaşına qədər onsuz da uşaqlara aşılayırıq. Yəni, o qeyd etdiyi məqamlar ki var, 1 yaşından 3 yaşına qədər ətraf mühitlə tanışlıq və nitq inkişafı, 3 yaşından sonra ətraf aləmlə tanışlıq və nitq inkişafı. Baxın, o dövrlərdə, bilirsiniz, ətraf aləmin bir müşahidəsi var, bir müsahibəsi var. Biz müşahidə qismini ətraf aləmlə tanışlığa ayırdığımız halda, müsahibə qismini isə savad təliminə və nitq inkişafını ayırırıq. Yəni, artıq biz orada uşaqları yavaş-yavaş nəyə hazırlayırıq? Savad təliminə hazırlayırıq. Ona görə də bizim nitq inkişafı, yəni nitqin inkişafı hansı məşğələlərin ortaq nöqtəsidir desə, savad testdə götürürsünüz savad təlimi ilə ətraf aləmlə tanışlığı. Çünki hər ikisində yer alır. Və biz bu vasitə ilə uşaqları hazırlayırıq. Hara? Oxuya və yazıya. Və yenə qeyd edirəm, məktəbə qədərdə nə oxumaq yoxdur, nə yazmaq yoxdur. Bəs
Sabah mənə testdə versə ki, savad təliminin oxuyaq başlığı və yazaq başlığı VAKO-nun hansı hərflərində özünü göstərir? Bir çox müəllimə bilməsə gedib səhv variantı götürəcək, oxuyaq və yazaq başlığını götürəcək. Buna əminəm. Amma əslində biz demişik axı VAK bizə lazımdır. Yəni VAKO-nun VAK-ı, V-A-K, vizual, audial və kinestetik. Deməli bu oxuyaq və yazaq ya A-dadır, ya V-dadır, ya da kinestetikadadır. Bəs hardan bilim? Birinci növbədə biz fərqləndirməliyik ki, oxuyaq başlığında nələr var, yazaq başlığında nələr var. Müəllimlər, gördüyünüz kimi oxuyaq başlığı belə deyək, daha çox dillə bağlıdır. Söhbət, dinləmək, eşitmək, danışmaq, hansı ki bizim şəxsi inkişafı izləmənin metodu var idi. Müsahibə, sonra müzakirə işi üsulu var idi. Hansı ki müzakirədə nə var idi? Ünsiyyət, kommunikasiya bacarığı var idi. Deməli, onda oxuyaq başlığı daha çox audiallığa uyğun gələcək, VAKO-nun A-sına. Çünki niyə görə? Çünki burada da dinləmək var, eşitmək var, söhbət var, dialoq var, nağılın ardını gətirmək var, müzakirələr var, müsahibələr var. Yəni, daha çox səsli nüanslar var. Bunlar aid olacaq bizim oxuyaq başlığına. Yazaq başlığına isə daha çox kinestetik fəaliyyətlər, yəni kiçik motorika ilə bağlı olan fəaliyyətlərə aid olacaq. Məsəl üçün, hansı ki biz uşaqlara birinci körpələr qrupundan nə öyrədirik? Nəyin təməlini qoyuruq? Düzgün qələm tutma texnikası, yəni 3 barmaq texnikası deyirik. Onun məqsədi nədir sizcə? Onun məqsədi uşağı yavaş-yavaş, addım-addım bünövrəsini qoya-qoya artıq uşağı tam şəkildə yazıya gətirib çıxarmaqdır. Deməli, onda mən yazı hissəsinə də VAKO-nun kinestetikasını götürəcəm. Üstəgəl, bura mən götürəcəm. Harda kiçik motorika bacarıqları varsa onları. Adicə sizə belə bir şey deyim, gülməli gələ bilər, amma adicə sabah testdə məsəl üçün qoz qırmaq, fındıq sındırmaq, fındıq qırmaq, bunları belə muncuq düzmək, buncuqları hansı ki səpa düzməkdir, daha sonra iynədən sapı keçirməkdir. Yəni, kiçik motorika ilə bağlı nələri versə, götürürsünüz yazıya. Bunu deyə bilərsiniz, müəllimə, imtahanda düşürmü? 2023-cü ilin MİQ sualı idi. Verilmişdi ki, oxu və yazı başlığına aid olanları müvafiq olaraq qruplaşdırın. Ona görə heç kim istinad etmir ki, bu sual bir də düşə bilər və yaxud düşməyə bilər. Ona görə indidən bilməlisiniz. Oxu texnikasına nələr daxildir, yazı texnikasına nələr daxildir. Oxuda VAKO-nun A-sında nələri bilirsinizsə, nələri görürsünüzsə, hansı ki dinləmək, eşitmək, söhbət etmək, müzakirə etmək, ünsiyyət, kommunikasiya, 4K-dan kommunikasiya bacarığı, bizim iş üsullarından müzakirə iş üsulu, qiymətləndirmənin metodlarından müsahibə metodu, gördüyünüz halda sonra yanaşmalardan Emiliya yanaşması, Vygotsky yanaşması, hansı ki ünsiyyətə dayanan yanaşmalardır. Baxın, hamısı və hamısı birbaşa olaraq oxuyaq başlığında özünü göstərəcək və VAKO-nun A-sı. Yazaq başlığında isə daha çox yazmağa aid olan fəaliyyətlər, kinestetikaya aid olan fəaliyyətlər, hansı ki kiçik motorika, muncuğu sapa düzmək, qayçı ilə işləmək, yapma bacarığı, aplikasiya bacarığı, rəsm çəkmək bacarığı, yəni ağlınıza gələ biləcək bütün motorik bacarıqların hamısı və hamısı yazı başlığında özünü göstərəcək. Bu bizim oxuyaq və yazaq başlığımız. Yəni sabah imtahanda buna çox diqqət yetirirsiniz. Nə olsun ki, məktəbə qədərdə oxuyaq və yazaq başlığı özünü tam olaraq göstərmir. Amma biz onun varisliyini oxuyağın daha çox söhbətlər formasında görürük, yazağın isə daha çox kiçik motorik bacarıqlar üzərində görürük ki, hansı ki biz onları artıq nəyə hazırlayırıq? Birbaşa olaraq məktəbə oxumaq və yazmağa hazırlayırıq. Hansı ki bu kimin yanaşmasıdır? Waldorfun yanaşmasıdır. Waldorf deyirdi ki, uşaqları 7 yaşına qədər heç bir akademik biliyə yiyələndirməyin. Yəni uşağın gözündən yaş axa-axa o yazı yazmasın. Uşaq etiraz edə-edə oxumasın. Uşaq bunu könüllü etsin. 7 yaşından sonra artıq özü öz istəyi ilə bunu etsin. Və çox doğru da söylüyordu. Hansı ki, indiki təhsil sistemimiz düşünürəm ki, bunu etsələr daha məqsədə uyğun olar. Uşaqlarımız daha sevərək məktəbə gedər. Amma bizdə təəssüflər olsun ki, yaşı daha da aşağıya endirirlər. Bu da düzgün bir yanaşma deyil öz yerində. Yəni ona görə də Waldorfun sistemindəki kimi düşünün ki,
Valdorf kimi bizlər də uşağın bünövrəsini hansı çox düzgün qələm tutma texnikasından başlayaraq yavaş-yavaş istədiyimiz səviyyəyə gətirib çıxardırıq. Baxın, buna deyirik biz artıq oxu və yazının bünövrəsi harda qoyuldu? Məktəbə qədər dönəmdə qoyuldu. Bu belə. İndi müəllimlər, savad təliminin var əlifba təliminə hazırlıq dövrü, var əlifba təlimi dövrü, var əlifba təlimindən sonrakı dövr. Buradan 2 dənə dövr bizim məktəbə qədərə aiddir. Hansı ki, əlifba təliminə hazırlıq dövrü və əlifba təlimi dövrü. Amma əlifba təlimindən sonrakı dövr isə bizə aid deyil. Hansı ki, o artıq hüsnü xətt təlimidir və məktəbə aiddir. Yəni, daha çox o 6 yaşından sonra özünü göstərir. Əlifba təliminə hazırlıq dövründə biz müəllimlər nə etməliyik? Biz müəllimlər bu dövrdə hansı ki, 1 yaşından etibarən rəsm məşğələsi verirsiniz, yapma verirsiniz, quraşdırma verirsiniz, aplikasiya içində körpələrdən başlayır. Bunun məqsədi uşağı addım-addım əlifba təliminə hazırlıq mərhələsinə qədəm qoydurmaqdır. Yəni, artıq uşağı əlifba təliminə hazırlamaqdır. Hansı ki, uşağın motorikasını inkişaf etdirirsiniz, ona uyğun fəaliyyətlər verirsiniz. Baxın, uşağı həm psixoloji cəhətdən, həm fiziki cəhətdən, həm əqli, intellektual cəhətdən o səviyyəyə hazırlayırsınız. 1 yaşdan 5 yaşadək olan dönəm. 1 yaşdan 5 yaşadək olan dönəm. Buna deyirik biz əlifba təliminə hazırlıq dövrü. Gil işləri verirsiniz, yapmalar verirsiniz, quraşdırmalar verirsiniz. Ola bilər ki, məişət təsərrüfat güşəsində müəyyən bir fəaliyyətlər verərsiniz. Hamısı və hamısı uşaqları birbaşa olaraq hara hazırlayır? Əlifba təlimi dövrünə hazırlayır. Bəs əlifba təlimi dövrü nədir? Əlifba təlimi dövrü isə daha çox artıq bu mərhələdə biz uşaqları yavaş-yavaş nə edirik? Hansı ki 5-6 yaş dönəmidir. O böyük A, böyük B, böyük D. Yəni uşaqları artıq hərflərlə tanış edirik. Hansı ki o kəsmə əlifba deyirik. Kəsmə əlifba vasitəsilə uşaqlar nə edir? Hərfləri yanaşı qoyaraq sözlər düzəldir. Artıq bu dönəm hansı dönəmdir? Əlifba təlimi dövrüdür. Ki biz burada artıq uşaqları yavaş-yavaş əlifba təlimi ilə tanış edirik. Yəni, uşaq bilir ki, A hərfi hansıdır, A səsi hansıdır, B səsi hansıdır, D səsi hansıdır. Artıq uşaq bunları nə edir? Fərqləndirməyə başlayır. Yəni, bu artıq biz uşağa ki, bunları tanış edirik. Baxın, bunun özü bir oxuyaq başlığıdır. Çünki uşaq nə edir? Artıq deyirsən, A səsini gətir, A ilə başlayan sözləri deyir. Uşaq deyir, ana, ata, alma. Və yaxud müəllimə qrup otağına daxil olur, əlində bir sandıqla. Deyir, görək bu sandığımızın içərisində nə var? Motivasiya qurur da, A hərfini öyrədəcək. Sandığın içərisindən hərfi çıxardır və soruşur. Uşaqlar, bu hansı hərfdir? Bu səslə, bu hərflə başlayan hansı sözləri bilirsiniz? Uşaqlar da müəllimənin köməyi ilə hərfləri səsləndirir. Məsəl üçün deyir, ana, ata. Artıq uşaq nə edir? Başlayır A səsi ilə, A hərfi ilə tanış olmalı. Artıq mən uşağı A hərfi ilə, A səsi ilə tanış etdim. Bu oldu nə? Bu oldu oxuyaq başlığı. İndi mənə lazımdır yazaq başlığı. Mən artıq uşaqda yazaq başlığını formalaşdırmalıyam. İndi mən uşaqda yazaq başlığını formalaşdıracağam. Yazaq başlığını da formalaşdırmaq üçün nə edəcəm? Bunun üçün də mən uşaqda artıq başlayacağam ona aid fəaliyyətlər verməyə. Yəni, ona aid fəaliyyətlər də hansılardır? Məsəl üçün, yapma verə bilərəm. Deyə bilərəm ki, uşaqlar, indi gəlin A hərfini yapaq. A hərfini boyuyaq. A hərfini quraşdıraq. Amma ən uyğunu yapmaqdır və yapan zaman uşaq artıq A hərfi ilə daha yaxşı bir şəkildə tanış olur. Məsəl üçün, burada da nə edirik? Artıq A hərfi ilə tanış etdim. İndi artıq dərk etmədə izahlarımı verdim. Gəldik tətbiq etməyə. İndi mənə hansı inteqrasiya lazımdır? Əlbəttə ki, 1-1-4 inteqrasiyası lazımdır. 1-1-4 ilə nə edirəm? İnteqrasiya verirəm. Deməli, 1-1-4 ilə inteqrasiyanı verirəm. Fikir verdinizsə, 3-1-4 ilə yox. Yəni, 1-1-4 ilə verdim. Deyə bilərsiniz, müəllimə, niyə görə 1-1-4, 3-1-4 yox? Ona görə ki, 3-1-4-ün məqsədi kompozisiyadır, yaradıcılıqdır. Mən 3-1-4 ilə versəm, gərək uşaq A hərfini elə gözəl yaratsın. Orada bir dənə nöqsana yol verməsin. Amma mənim məqsədim axı A hərfini elə gözəl yaratmaq və yaxud A ilə başlayan hər hansısa bir əşyanı yaratmaq deyil. Mənim məqsədim uşaqda A hərfini formalaşdırmaqdır. Ona görə də mən nə edirəm?
Mən sadəcə olaraq A hərfini deyirəm yap. Əyri də ola bilər, ürü də ola bilər, amma əsas odur uşaq onu yapsın. Məqsədim uşaqda sadəcə A hərfini formalaşdırmaqdır. Ona görə mən A hərfini yapmanı verirəm inteqrasiya olaraq nə ilə? 1-1-4 ilə. Və 1-1-4 ilə verdikdən sonra artıq uşaqlar onu yapır və artıq uşaqlarda həm oxuyaq, həm də yazaq başlığının varisliyini mən qorumuş oluram. Bu bizim oxuyaq və yazaq başlığımızın hansı ki savad təliminin 1-5 və 5-6 yaş dönəmindəki dövrüdür. Həmçinin siz riyaziyyat məşğələsində də uşaqları 5 rəqəmi ilə, 4 rəqəmi ilə tanış edəndə də yenə 3-1-4 ilə verməyəcəksiniz də, bilirsiniz. 1-1-4 ilə verəcəksiniz inteqrasiyanı. Çünki niyə görə? Çünki burada da məqsədiniz uşağı 5-i gözəl yapması, 5-i gözəl çəkməsi, 5-i gözəl quraşdırması deyil də, sadəcə uşağın 5 ilə tanış olub, onu öyrənməsi və onun haqqında müəyyən bir biliklərə sahib olmasıdır. Ona görə 1-1-4 ilə veririk, həm uşağın kiçik motorikası inkişaf edir, həm də uşaqda bir növ o əqli yorğunluq, zehni yorğunluq aradan qalxmış olur. Bu belə. Bir də əlifba təlimindən sonraki dönəm isə daha çox məktəb dövrünə düşür. Yəni, hansı ki, artıq uşaqlar məktəbə gedir, məktəbdə müəllimə onlarla hüsnü xətt təlimi verir, artıq uşaqlar birbaşa olaraq oxu və yazıya aid olan, hansı ki, VAKO-nun oxuyaq və yazaq başlığı artıq məktəb dönəmində özünü göstərir və uşaqlarımız burada oxuyaq və yazaq başlığına yələnirlər. Amma bizim məktəbə qədər dönəmdə nə qanunda, nə proqramda oxumaq və yazmaq özünü göstərmir bir mənalı şəkildə. Bu belə. Bunu da aydınlaşdırdıq. İndi müəllimlər, burada bizim üçün əsas məqamlardan biri də nədir? Savad təlimində dil var, nitq var. Hansı ki, imtahanda ən çox düşür nitqin funksiyaları. Düzgünlük funksiyası, dəqiqlik funksiyası, təmizlik, aydınlıq, dəqiqlik, məzmunluluq, məntiqi ardıcıllıq. İndi məni çox diqqətlə dinləyirsiniz. Çünki sizə əminliklə deyirəm ki, burada dərsdə bunları öyrənsəz, artıq imtahanda bir dəfə də video qeydə YouTube üzərindən baxsaz, tam formada savad təlimi sizdə formalaşacaq və siz sabah savad təlimindən düşə biləcək en qədər sualı rahatlıqla cavablandıracaqsınız. Çünki öz öyrəndiyim üsulla sizə formalaşdıracağam. Bu belə. İndi müəllimlər, dil var, nitq var. Dil budur ki, dil bir ictimai hadisədir. Yəni, biz dil vasitəsilə, belə deyim, daha doğru olar. Dil olmadan cəmiyyət olmadan dil mümkün deyil. Hər bir dilin həm fonetikası var, həm qrammatikası var, həm sintaksisi var, həm lüğət fondu var. Dil daha zəngindir. Dilin özünün qaydaları var. Dil səhvsizdir, dil nöqsansızdır. Amma mənim özümə məxsus nitqim var. Burada olan 85 müəllimənin 85-inin də özünə məxsus nitqi var. Dili isə birdir. Hamımızın dili Azərbaycan dilidir, amma hamımızın nitqi özünə məxsusdur. Sizin nitqiniz sizə məxsusdur, mənim nitqim mənə məxsusdur. Yəni, hər kəsin bir danışıq tərzi var, bir tembri var. Hər kəsin özünü ifadə etmə qabiliyyəti tamamilə fərqlidir. Hansı ki, siz özünüzü ifadə etmə qabiliyyətinizi daha çox müsahibə mərhələsində göstərəcəksiniz. Sizin nitqinizə görə sizə qiymət verəcəklər. Daha doğrusu qiymət verəcəklər deməyim, dəyərləndirəcəklər. Ki, müəllimə, bəli, siz özünüzü gözəl ifadə edirsiniz və yaxud sizin nitq bazanız çox zəifdir. Hansı ki, sizin nitqiniz çox zəif olduğu halda siz uşaqları necə nitqlə təmin edə bilərsiniz? Yəni, bir növ nitq insanın özünə məxsusdur. Dili isə bütün cəmiyyətə məxsusdur. Biz hamımız Azərbaycan dilində danışırıq. Amma hər birimizin özümüzə məxsus nitqimiz var. Bu belə. Və dil daha belə desək, daha belə bir növ qaydalara uyğun şəkildə olmalıdır. Nitqin isə qaydası yoxdur. Mən istədiyim formada danışa bilərəm. Təbii ki, ədəbi dil çərçivəsində sizlər öz çərçivənizdə və yaxud görürsünüz küçədə, evdə, bayırda məişət üslubundan istifadə edirik. Amma dil isə artıq bir qaydası, bir qanunu var ki, necə danışmaq lazımdır. Və artıq biz dilimizi bir növ xarici ölkələrdə də, beynəlxalq yarışlarda da, yəni hamımız artıq o dilimiz vasitəsilə özümüzü ifadə edirik. Dil qaydalarla məhdudlaşdırılmışdır. Nitq isə daha sərbəstdir və fərdiyyətçidir. Bu yadımızda qalsın. İndi, nitqin funksiyaları var.
müəllimlər, nitqin funksiyaları burada da yer alır, düzdür. Amma burada daha çox elmi dildə yazılıb. Yəni Artinin verdiyi özünün məlumatlarında daha elmi cümlələrlə yazılıb. O da müəllimləri çox yorur açığı. İndi tam şəkildə mən istədiyim formada lori şəkildə sizə izah edəcəm. Hər vaxtınız xeyir olsun, Rəxşənlə müəllimə. Müəllimələr, nitqin zənginliyi var, nitqin məzmunluluğu var. Nitqin zənginliyi deyəndə nə deməkdir? Burada əsas məsələ uşaqların söz ehtiyatının çoxaldılmasıdır. Yəni, adı da üstündə. Nə deməkdir? Zənginlik. Yəni, uşağın lüğəti ehtiyatında sözlər zəngin olmalıdır. Və biz bunu iş üsullarını öyrəndiyimiz zaman nağıl etmə iş üsulunda demişdik ki, nağıl etmə iş üsulu neyniyir? Nağıl etmə iş üsulu uşaqların söz ehtiyatını artırır, məzmunu zənginləşdirir, bir növ ona xidmət edir. Və biz də uşaqların lüğət ehtiyatını zənginləşdirmək üçün nə etməliyik? Homonimlərdən, sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələrdən istifadə edərək uşaqların lüğət ehtiyatını zənginləşdirməliyik. Homonim nədir? Homonim, məsəl üçün, çox mənalı sözlərdir. Hansı ki, bir var, deyirəm, vurma, bir də var, deyirəm, vurma. Görürsünüz, əslində yazılışı eynidir, amma məntiqi vurğusuna görə, sözün deyiliş tərzinə görə dəyişir mənası. Və yaxud alma, amma bir də var, deyirəm, alma. Gördüyünüz kimi bu homonimdir və mən bunun vasitəsilə nə edirəm? Uşağın lüğət ehtiyatını zənginləşdirmiş oluram. Ona görə mən lüğətin zənginləşdirilməsini istəyən testlərdə nə edəcəm? Baxacam, görüm orada homonim varmı? Sinonim varmı? Antonim varmı? Antonim nədir? Əks mənalı sözlər. Məsəl üçün, vur, vurma, gəl, gəlmə. Yəni, bir növ artıq əks mənalı sözlərdən istifadə edilirmi? Və yaxud eyni mənalı sinonim sözlərdən istifadə edilirmi? Hansı ki, deyirik, gözəl, qəşəng, heyrətamiz, göyçək. Bunlar nədir? Hamısı eyni mənalı sözlərdir. Əgər uşağın lüğət ehtiyatında bu kimi sözləri görsəz, ümumiyyətlə testdə verəcək də indi. Məsəl üçün, bir test çıxmışdı qarşıma, elə Artinin özünün o hazırladığı bir mənbədən əldə etmişdim. Məsəl üçün, orada yazılmışdı ki, lüğət ehtiyatının zənginliyində nümunə kimi verilmişdi və qeyd olunmuşdu ki, məsəl üçün, uşaq həm susur, həm danışmır. Yəni, artıq baxın, susmaq da eyni mənanı verir, danışmır da eyni mənanı verir. Sükut edir, bir də sükut edir. Baxın, bu üç söz, üçü də eyni mənanı verir. Sadəcə cümlədə müəllimə onu üç yerdə işlədir ki, uşağın lüğət ehtiyatı zənginləşdirilsin. Artıq bu, lüğət ehtiyatının zənginləşməsidir. Bir də var, lüğət ehtiyatının dəqiqləşdirilməsi. Bəs dəqiqlik nədir? Məsəl üçün, uşaqlar sözləri artıq burada dəqiq və yerində istifadə etməlidir. Necə ki, bizlər də elə etməliyik ki, uşaqlarda da bu formalaşsın. Bunun üçün də biz uşaqlara nə edirik? Birinci növbədə müəllimə özü bütün bu nitqin funksiyalarda bir nümunə olmalıdır. Yəni, mən nümunə olmadığım bir şeyi öz müdavimimdən istəyə bilmərəm. Həmçinin müəllimə də nümunəsi ilə göstərə bilmədiyi bir şeyi uşaqdan istəyə bilməz. Ona görə də müəllimə sözlərini dəqiq və yerində işlətməlidir. Məsəl üçün, buna mən belə bir nümunə deyirəm. Deyirəm, məsəl üçün, Smart'ın biz sığısını öyrənmişik da. Smart'ın sığısı nə idi? Spesifik, dəqiq, aydın demək idi. Hansı ki, biz burada sözlərimizi, məqsədimizi çıxaranda bir var deyirəm, müxtəlif fizik hərəkətlər, dəqiq deyil. Hansı hərəkətlərin olduğu mənə aydın olmadı, dəqiq olmadı ki, bu hansı hərəkətləri deyir. Bir də var deyirəm, uşaq qaçır, tullanır, hoppanır, iplə maneələrdən keçir. Artıq burada mənə dəqiq oldu. Çünki həqiqətən də dəqiq şəkildə qeyd etdim. İndi nitqin dəqiqliyi də elə bir şeydir. Baxırsınız testdə. Müəllimə əvvəlcə uşaqlara heyvanlar haqqında məlumat verib. Daha sonra ev heyvanlarından, məsəl üçün deyək, quzu haqqında məlumat verirsə, artıq burada müəllimə nə etmiş oldu? Nitqini dəqiqləşdirmiş oldu. Deməli, artıq bəli, burada nə oldu? Nitqin dəqiqliyi qorunmuş oldu. Və yaxud, mən dərsdən gəlirəm. Mən dərsdən çox yerdən gələ bilərəm. Məktəbdən də dərsdən gələ bilərəm, universitetdən də dərsdən gələ bilərəm, kollecdən də dərsdən gələ bilərəm, peşə məktəbindən də dərsdən gələ bilərəm. Yəni, artıq burada nitqin dəqiqliyi yoxdur. Sən hardan dərsdən gəlirsən? Bir də var deyirəm mən. Məktəbdən gəlirəm. Artıq dəqiqləşdirdim ki, hardan gəlirəm. Başa düşdünüzmü? Bu da nitqin dəqiqliyidir. Yəni,
Smartın S-sı ilə də əlaqələndirib, inteqrasiya edib yadınızda saxlaya bilərsiniz. Və yaxud da deduksiya kimi ümumidən xüsusi ilə də yadınızda saxlaya bilərsiniz. Yəni, bir növ qaydadan xüsusiyə doğru gedirsə, bunun özü də yenə nitqin dəqiqləşdirilməsidir və yaxud heç bu yoxdur, dəqiq şəkildə müəllimə cümləsini seçib danışır. Məsəl üçün, buna aid belə də nümunə demək olar. Nitqin dəqiqliyinə aid. Məsəl üçün, deyirəm ki, meyvə. Uşaq bilir ki, artıq meyvə nədir? Dəqiqdir da, düzdürmü? Və yaxud deyirəm nəqliyyat vasitələri. Uşaq bilir ki, nəqliyyat vasitələrinə dəqiq olaraq nələr daxildir? Deyirəm ailə. Uşaq bilir ki, ailənin içərisində kimlər olur? Yəni, uşaq artıq bilir, dəqiq olaraq başa düşür ki, ailə deyəndə kimlər var? Meyvə deyəndə bura nələr daxildir? Nəqliyyat vasitələri deyəndə burada nələr olur? Yəni, artıq onun üçün bunlar dəqiq şəkildə beynində formalaşır. Və biz uşağın lüğət ehtiyatını zənginləşdirib, ondan sonra onun lüğət ehtiyatını artıq dəqiqləşdiririk. Bundan sonra gəlir, deməli, nitqin məzmunluluq funksiyası. Nitqin məzmunluluğu nə deməkdir? Bir var, mən elə başdan, necə deyərlər, soldu belə istədiyim kimi ağzıma nə gəlir, üzr istəyirəm, danışım. Yəni, dərk etmədən, idrak etmədən, başa düşmədən danışıram sadəcə. Deməli, mən neynirəm? Məzmunsuz danışıram. Bir də var, dediyim hər kəlmənin bir kəsəri var. Dediyim hər kəlmə artıq sizə informasiyanı birbaşa olaraq neyniyir? Dərk etdirir. Yəni, mən artıq cümlələrimi seçib məzmunlu şəkildə danışıram. Deməli, mən artıq məzmunlu danışıram. Deməli, mən artıq uşaqda da neynəməliyəm? Məzmunlu, yəni məzmunu deyəndə də uşaq artıq danışacağı mövzu nədirsə, özünü ifadə edəcəyi mövzu nədirsə, onu bilərəkdən, başa düşərəkdən danışmalıdır. Necə ki, bugün mən sizin qarşınızda savad təlimi haqqında bilgisiz bir müəllimə olsam, danışa bilmərəm. Çünki niyə görə? Çünki məzmunu bilmirəm. Amma məzmunu danışa bilirəmsə, deməli məzmunu bilirəm, dərk etmişəm ki, indi sizə onu dərk etdirməyə çalışıram. Baxın, məzmunluq budur. Uşağın da məzmunu danışması sözləri seçib, istənilən bir mövzu haqqında özünü tam şəkildə idrak edərəkdən ifadə etməyi bacarırsa, buna deyirik məzmunluluq. Daha sonra var məntiqi ardıcıllıq. Məntiqi ardıcıllıq da nədir? Məntiqi ardıcıllıq bilirsiniz nəyə oxşuyur? Bizim qrupun effektiv idarə olunması ki var, orada prosedur var. Prosedurda nə var? Bir ardıcıllıq var. Hansı ki, biz fəaliyyətləri ardıcıl şəkildə həyata neynirdik? Keçirmiş olurduq ki, uşaqlar da onu mənimsəsin. İndi məntiqi ardıcıllıqda da sanki fikrimiz ardıcıl, səbəb-nəticə əlaqəsi bir-birini tamamlayaraq, hadisələrin dinamikasını nəzərə alaraq ifadə edilmiş bir nitqdir. Və burada mən neynirəm? Burada mən məntiqi ardıcıllığı qoruyaraq danışıram. Bir var deyim ki, məsəl üçün, mən dünən, adicə belə bir nümunə deyim də, gündəlik həyatımızdan ki, tam yaxşı başa düşəsiniz. Mən gedib alış-veriş etməsəm, yəni evdə heç nə yoxdur və mən yemək pişirmək istəyirəm. Gedirəm, birinci növbədə neynəməliyəm? Bazara getməliyəm, marketə getməliyəm, alış-veriş etməliyəm. Ondan sonra gəlib artıq evdə həmin aldığım resurslardan nələrsə özüm üçün bişirə bilərəm. Mən bazara getməmiş, gəlib evdə nəsə bişirə bilərəm? Əlbəttə ki, xeyr. Baxın, məntiqi ardıcıllıqda bu deməkdir. Bir var, mən başlayım cümlənin başı ilə sonu bir-birinə aydın olmasın. Yəni, cümlənin başı tamam başqa, sonu tamam başqa. Məsəl üçün, savad təlimini danışası tuturam, bədii təfəkkürdən danışıram. Amma mövzumuz savad təlimidir, deyək. Deməli, mən artıq məntiqi ardıcıllığı pozmuş oluram. Yəni, artıq avtomatik olaraq burada məntiqi ardıcıllıq pozulmuş olur. Yəni, mənim sözlərim bir-birinin ardıca neynəməlidir? Məntiqi cəhətdən bir-birini tamamlamalıdır. Məsəl üçün, nümunədə deyim. Müəllimə uşaqlara quşlar haqqında məlumat verir və quşlar haqqında məlumat verərkən deyir. Uşaqlar, quşların bilirsinizmi qanadları olur? Onlar öz yuvalarını qururlar və uşaqların, daha doğrusu quşların qanadları onların uçması üçün şərait yaradır. Daha sonra artıq görürsünüz, o quşun qanadından keçid etdi nəyə? Yuvasına. Amma ardıcıllıq necə olmalıydı? Onun qanadı haqqında məlumatı verməli idi, ondan sonra yuvasına keçid etməli idi.
Deməli, müəllimə artıq burada məntiqi ardıcıllığı pozdu və bizlər də uşaqlarda nitqin məntiqi ardıcıllığını qorumaq üçün uşağı tələsdirməməliyik. Nə oldun da, de qutar da, nə baş verdi, tez ol da, tez ol de görüm nə demək istəyirsən. Baxın, bu kimi hallar uşaqların nitqində bir növ məntiqi ardıcıllığı pozan amillərdir. Biz uşağı tələsdirmədən, yavaş-yavaş ondan sözü alarkən də de görüm ağıllı balam. Yəni hər bir münasibətdə, hər bir nüansda biz uşaqlarla danışarkən də onları tələsdirmədən, onları bir növ sanki qaça qovdaymış kimi hiss etdirmədən öz fikrini, öz nitqini ifadə etməsinə şərait yaratmalıyıq. Nitqin məntiqi ardıcıllığı baxın budur. Sonra gəlir düzgünlük. Düzgünlük nədir? Düzgünlük müəllimlər, hansı ki var orfoepik qaydalar, hansı ki var orfoqrafik qaydalar. Orfoepik bizim tələffüzümüzdür. Düzgün tələffüz etməliyəm sözləri. Bəzi sözlərimiz var ki, onlar yazıldığı kimi, elə çox sözlərimiz deyək, yazıldığı kimi tələffüz olunmur və yaxud deyildiyi kimi yazılmır. Deməli, sözün düzgünlüyü, lüğətin düzgünlüyü deyəndə artıq mən burada nə etməliyəm? Deyiliş qaydası ilə yazılış qaydasına diqqət yetirməliyəm. Görüm, cümlələr, sözlər düzgünmü yazılıb və yaxud düzgünmü deyilir? Baxın, bu da nitqin düzgünlüyüdür. Hansı ki, bir var qanat, bir də var deyirəm qənət. Məsəl üçün, burada artıq nədir? Burada artıq nitqin düzgünlüyü pozulmuş olur. Bir var ev, bir də var öy. Məsəl üçün, artıq mən ona ev deməyib öy deyirəmsə, avtomatik nitqin düzgünlüyünü pozmuş oluram. Çünki düzgün ifadə evdir. Amma mən öy deyirəm, onu öy kimi tələffüz edirəm. Artıq burada nitqin düzgünlüyü pozulmuş olur. Bu da nitqin düzgünlüyü. Var aydınlıq. Mən indi danışıram. Siz məni başa düşürsünüz, müəllimlər. Mənim nitqim sizin üçün aydındır. Mən aydın izah edə bilirəm mövzuları sizə. Əgər aydındırsa, deməli mən aydın bir şəkildə bunu sizə izah edə bilirəm. İndi müəllimə də. Müsahibədə ən çox müəllimənin nəyini yoxlayırlar? Müsahibədə müəllimənin ən çox yoxladıqları məqam budur ki, görün müəllimə nağıl danışarkən, şeir oxuyarkən bu müəllimə bir dayanıb, bir fasilə verib, oradakı sözləri uşağa izah edəcəkmi, yoxsa elə ötüb keçəcəkmi? Hə, izah verən müəllimə əla. Deyirlər, əlasız müəllimə, düzdür, əlasız demirlər, amma deyirlər, yəni artıq siz imtahandan sizə uğurlar. Ən çox müsahibə mərhələsindən adlayan müəllimlərə sonda uğurlar deyirlər. Çünki artıq o özünü orada sübut etdi. Ona görə də bizlər nə etməliyik? Bizim nitqimiz uşaq üçün aydın olmalıdır. Necə aydın? Məsəl üçün, uşaqdır, nağıl danışıram, nağılın içərisində kompas sözünü deməliyəm və deyirəm kompas, daha sonra ötüb gedirəm. Uşaq da baha-baha qalır ki, görəsən kompas nədir? Hə, deməli mən artıq nə etdim? Mən artıq nitqin aydınlığını pozdum. Çünki mən uşağa izah etməliydim axı kompas nədir? Uşaqlar, kompas saata bənzəyir, amma saat deyil. Kompas bizə istiqamətimizi bildirir, yönümüzü bildirir. Hansı ki biz yolumuzu azan zaman, itirən zaman kompas vasitəsilə öz istiqamətimizi tapıb düzgün istiqamətə yönələ bilək. Artıq mən bunu izah edirəmsə nitqin aydınlığını qoruyuram. Yox, izah etmirəmsə nitqin aydınlığını pozmuş oluram. Və müsahibə mərhələsində də ən çox diqqət yetirdikləri məqam budur. Deyir, mən uşağam, elə bir sənin qarşında mən uşağam. Mən bilmirəm dəniz qızı nədir, mən bilmirəm əhəng daşı nədir, mən bilmirəm kompas nədir. Mənə izah elə. Mən uşağam axı, mən başa düşmürəm da müəllimə. Mənə izah elə görüm bu sözün mənası nə deməkdir? Müəllimə izah edirsən nə gözəl. İzah etmirsə bu onun üçün birbaşa olaraq mənfidir. Çünki deyir, müəllimə eləcə ancaq özünü fikirləşir və nağılı sonlandırmağa doğru gedir. Ona görə də bizim nitqimiz aydın olmalıdır. Və mən danışanda elə bir kəlmə işlətməliyəm ki, o qarşımdakı şəxs onu başa düşsün. Valideyn də gəlib, danışır ki, müəllimə, bəs mənim övladım necədir? Müəllimə durub deyir ki, sizin övladınız ekstrovertdir. Valideyn nə başa düşsün? Valideyn üçün bu aydın olacaqmı? Əlbəttə ki, xeyr. Denən, sənin övladın sosialdır, sənin övladın deməyi, gülməyi, şən bir uşaqdır, hər kəslə yola getməyi bacaran bir uşaqdır. Bunu de, yoxsa sən durub deyirsən ekstrovertdir. Artıq valideyn bunu, indi düzdür, valideynlərimizin bir çoxu savadlıdır, nə gözəl, amma müəyyən qədər başa düşməyəcək valideynlərimiz də olur. Ona görə mən
necə bir kəlmə seçməliyəm ki, necə bir fikir seçməliyəm ki, bu qarşımdakı insana aydın olsun. Aydınlıq da baxın budur müəllimlər. Daha sonra var dəqiqlik. Dəqiqlik dedim. İfadəlilik. İfadəlilik də müəllimlər, bu çox sadədir. Şeir varsa, nağıl varsa, hekayə varsa, yəni daha çox bədii təfəkkürlə bağlı məqamları gördünüzsə, bilin ki, bu aid olacaq hara? Bu aid olacaq nitqin ifadəliliyinə. Yəni fikri daha canlı, daha belə emosional, estetik formada onu ifadə edirəmsə, bu ifadəli nitq deməkdir. Bir də var nitqin təmizliyi. Nitqin təmizliyi də nədir? Hansı ki bizim, elə mən olduğum zona çox belə dialektik bir zonadır. Yəni ləhcə var da, ləhcə məsələsi var. Mən hələ öz üzərimdə iş aparıram, amma bəzən görürsünüz ki, müəllimlər mənim danışığımdan tutur ki, müəllimə siz filan rayondansınız, siz Şəkidənsiniz, deyirəm bəli. Əslində elə mən yenə də çalışıram, öz üzərimdə iş aparıram ki, ədəbi dil qaydalarına tam şəkildə riayət edim və bunu qoruyum. Amma yenə də müəllimlərimiz bəziləri tuta bilir. Artıq bu, mənim bu, belə deyək, mənim deməyək, yəni bir çox insanın deyək, dialektik sözlərdən istifadə etməsi. Məsəl üçün bizdə ən məşhur kəlmə nədir? Ən məşhur kəlmə budur ki, habra bax. Baxın, bu artıq və yaxud canı yeyim. Məsəl üçün, baxın, bu sözlər birbaşa olaraq nəyi pozur? Nitqin təmizliyini pozur. Çünki mən artıq təmiz bir nitqdən istifadə etmirəm. Mən artıq nədən istifadə edirəm? Dialektik nitqdən, dialektik sözlərdən, dialektik kəlmələrdən istifadə edirəm. Bu artıq nitqin təmizliyini pozan bir məqamdır. Və yaxud ən çox Naxçıvanlıların öz ləhcəsi var, Tovuz Qazax bölgəsinin öz ləhcəsi var. Onların öz, məsəl üçün, elə yerimiz var, deyək, gələcəm, gedəcəm, nə bilim, neyniyəcəm. Artıq bunlarda da nə var? Nitqin təmizliyi pozulur. Və yaxud müəllimlər, təmizliyə aid rus mənşəli sözlər də demək olar. Özümüzü dedik, biraz da rus mənşəli sözlər deyək. Məsəl üçün, soyuducuya xaladenlik deyirik, çəngələ vilka deyirik, astanovka deyirik, dayanacağa hansı ki. Baxın, bunların özü də nitqin təmizliyini pozan amillərdir. Ona görə də biz nitqin təmizliyini qorumalıyıq ki, uşaqlarda da bunu formalaşdıraq. Yoxsa mən uşaqdan tələb edim ki, sən xaladenikə soyuducu deməlisən, amma özüm xaladenlik deyim. Avtomatik uşaq da ona o cür səslənəcək. Ona görə biz nitqimizi parazit sözlərdən, dialekt sözlərdən, rus mənşəli sözlərdən neynəməliyik? Qorumalıyıq. Bu da belə. Buna da deyirik nitqin təmizliyi. Sonra var nitqin, müəllimlər, bura qədər sualınız varmı? Elə danışıram. Sualınız varsa verin. Nitqin funksiyaları barəsində. Bəli. Hər vaxtınız var. Aha. Yox. Oktyabr qrupu ilə dərsimiz saat 8-də olacaq. Yox, müəllimə. Siz qarışdırmışsınız. Yox. Sizlə 8-də başlayacaq. Narahat olmayın. Bu belə. İndi müəllimlər, sualınız yoxdur ki, başqa sual olan yoxdur ki, davam edeyim. Hər vaxtınız xeyir. Yaxşıyam Leyla müəllimə. Bəli. Cümləmizin. Müəllimə, bilirəm. Leyla müəlliməmizsiniz. Can. Bəli, atacam inşallah. Tamam, atacam inşallah. Mən də sizi öpürəm, siz sağ olun. Müəllimlər, nitqin funksiyaları var. Nitqin funksiyaları da hansılardır? Var nominativ funksiya, var kommunikativ funksiya, var idraç funksiyası, var tənzim edici funksiya. Hər bir funksiyanın da özünə məxsus bir özəlliyi var. Necə ki, nitqin o xüsusiyyətlərini ki, sadaladım, onların öz xüsusiyyəti var idi, amma nitqin funksiyasının da özünə məxsusluğu var. Məsəl üçün, var nominativ funksiya, name sözündən gəlir, ingilis dilindən adlandırmaq mənasını verir. Bu da daha çox hansı dövrə təsadüf edir desəz, biz bayaq dedik ətraf aləmlə tanışlıq və nitq inkişafı. Baxın, o dönəmə təsadüf edir. Hansı ki, uşaq ətraf aləmdə müşahidə aparır və müşahidə əsasında neynir? Başlayır adlandırmalar etməyə. Ağac, yarpaq, külək, ana, ata, artıq uşaq neynir? Gördüklərinə əsasən
artıq onları adlandırır. Yəni, bir növ müşahidə əsasında adlandırmalar edirsə, bu nominativ funksiyadır. Bir də var kommunikativ funksiya. Kommunikativ də onsuz da hamınız məndən yaxşı bilirsiniz. Bizim 4K-mız var, kritikimiz var, kreativimiz var, kommunikativimiz var, bir də kooperativimiz var. Kommunikasiya birbaşa olaraq ünsiyyət deməkdir. Yəni, artıq kommunikativ funksiyada uşaq nə edəcək? Öz fikirlərini, öz düşüncələrini sözlər vasitəsilə ifadə edəcək və başqalarına çatdıracaq. Baxın, buna da deyirik biz kommunikativ funksiya və kommunikativ funksiya uşaqların sosial ünsiyyətinə, uşaqların birbaşa olaraq inkişafına uyğun olaraq özünü tənzimləyir. İdrac funksiyası var. İdrac funksiyası bayaqdan dinləyən müəllimlərimiz varsa yadlarına düşəcək. Dedim, nitqin məzmunluluğu var. Baxın, o nitqin məzmunluluq funksiyası özünü göstərir elə idrac funksiyası ilə. Niyə görə? Mən dedim, axı, idrac edə-edə danışmalıyam, dərk edərək danışmalıyam. Yəni, uşağın xarici aləmi dərk edərək yeni biliklər qazanması üçün bir vasitə olur. Nə? Bizim dilimiz, bizim nitqimiz. Və mən o fikirləri, o kəlmələri, o düşüncələri nitqin vasitəsilə dərk edərək, idrac edərək qarşı tərəfə ötürürəm. Bu idrac funksiyasıdır. Tənzim edici funksiya da tənzim etmək ən çox Hindistan kinolarına baxan müəllimlərimiz təsdiqləyər. Orada deyirlər tənzim et. Tənzim etmək də nə deməkdir? Tənzim etmək də o deməkdir ki, yəni bir növ kübarlıq, yəni bir növ insanın kübar olması, insanın mədəni sözlərdən istifadə etməsi, məsəl üçün necə bir sözlər, daha çox nəzakətli ifadələr işlətməsi, çox sağ olun, buyurun, xahiş edirəm, təşəbbüskar olması, yəni hər şeydə bir növ türklərin çox gözəl bir sözü var, naiflik göstərməsi, yəni o kübarlığını, o mədəniyyətini, o nəzakətini qarşı tərəfə ötürə bilməsi. Baxın, buna deyirik biz nə? Buna deyirik biz tənzim edici funksiya, yəni daha çox sosial-emosional inkişaf sahəsinə bir növ sirayət edir bu funksiya. Bu da bizim nitqin tənzim edici funksiyasıdır. Bir də bayaq yadımdan çıxdı, istəyirəm onu da deyim, tamamlayım. Nitqin bir yığcamlığı var, bir də nitqin fəallaşdırılması var. Onu da bir dənə qeyd edim ki, yadınızdan çıxmasın, sabah ola bilər testdə o düşsün. Çünki həmişə yaddan nə çıxırsa o düşür testdə. Neçə dəfə sınamışam, həqiqətən də deyirsən ki, bu lazımsız bir nüansdır da, yəni bu imtahana düşməz. Amma onu elə bir şəkildə o kitabın küncündə kənarında nə qalırsa, bir də görürsünüz onu testə əlavə edirlər. Nitqin fəallaşdırılması bu deməkdir ki, müəllimlər, bir var, mən sözü bilim, məsəl üçün tavan. Tavan sözünü bilirəm ki, bu tavandır da. Bir də var, mən onu aktiv lüğət bazamda istifadə edim. İndi bu uşaqlara da aiddir. Məsəl üçün, uşaq bilir tavan sözünün mənasını. Amma deyəndə ki, tavan deyir göy. Tavan deyə bilmir. Deməli, artıq bu uşağın nitqində bu söz hələ aktiv bir belə deyək, ifadəyə malik deyil. Biz onu aktivləşdirməliyik. Və yaxud biz uşaqla gündəlik fəaliyyətdə olarkən ona yavaş-yavaş artıq sözləri fəallaşdırması üçün şərait yaratmalıyıq. Məsəl üçün, məişət təsərrüfat güşəsi olsun, digər güşələr olsun, qab-qacağın yığışdırılması olsun, çəngəlləri bir yerə yığ, qaşıqları bir yerə yığ. Artıq uşaq avtomatik qaşığı, çəngəli, vilkanı, çəngəli öyrənmiş olur. Artıq uşaqda nə formalaşır? Artıq uşaqda aktiv lüğət bazası, yəni lüğətin fəallaşdırılması üçün zəmin yaranır. İndi mən deyəndə ki, de görüm, bu nədir? Sual verirəm. Uşaq artıq avtomatik cavabını verir. Niyə görə? Artıq uşaqda bu lüğət ehtiyatı nə oldu? Artıq fəallaşdırıldı. Nitqin yığcamlığı da nədir? Yığcam. Məsəl üçün, xülasə desə, uzun sözün qısası desə, artıq bilin ki, burada nitqin yığcamlığı özünü göstərəcək. Bunlar belə. Bir də, müəllimlər, rabitəli nitqin 2 növü var. Rabitəli nitqin 2 növü var. Hansılardır? Var dialoji nitq, var monoloji nitq. Dialoji nitqin əsasında monoloji nitq yaranır və rabitəli nitqin ən yüksək forması monoloji nitqdir. Dialoji nitq daha çox bizim məişət üslubunda, daha çox bağçada, evdə, avtobusda, marşrutda bir-birimizlə qurduğumuz nitqdir. Hansı ki, burada biz məişət üslubundan danışırıq. Hansı ki, burada biz hər hansısa bir qaydaları gözləmirik. Hansısa bir nüanslara diqqət yetirmirik. Sadəcə və sadəcə nə edirik? Elə
özümüz üçün danışırıq da. Məsəl üçün fikir mübadiləsi aparırıq. Artıq ona da ən gözəl nümunələri sizin bir-birinizlə, iş yoldaşlarınızla olan münasibətinizi göstərə bilərsiniz. Məsəl üçün iki iş yoldaşı yan-yana gəldisə qəşəng. Artıq onlar nə lazımdır edəcəklər, danışacaqlar, dialoq quracaqlar. O ondan danışacaq, bu bundan danışacaq, bir-birlərinin dərdlərinə şərik olacaqlar və bu artıq olacaq nə? Dialoji nitq. Uşaqlar da elədir da. Uşaqlar da bir yerə gəldiyi zaman başlayırlar. Sənin atan sənə nə aldı? Mənim atam bilirsən mənə nə almışdı? Artıq burada nə var? Dialoji nitq var. Çünki iki uşaq, yəni iki və daha çox şəxsin arasında gedir bu dialoq. Dialoji, dialoq sözündəndir. Yəni iki və daha çox şəxsin arasında olan bu nitq dialoji nitq adlanır. Bir də var monoloji nitq. Daha çox nəql etməklə əlaqəlidir. Yəni mən hal-hazırda nə edirəm? Mən sizə mövzunu məruzə edirəm də, sanki onu mən sizə nəql edirəm. Bu artıq monoloji nitqdir. Hansı ki, monoloji nitqdə artıq mən kəlmələrimi seçərkən çalışmalıyam o düzgün olsun, dəqiq olsun, aydın olsun, məntiqi cəhətdən cümlələrin bir-birini tamamlasın. Baxın, bu artıq monoloji nitqdir. Yəni bir şəxsin danışdığı, əvvəlcədən hazırlıq etdiyi nitq forması monoloji nitqdir. Burada artıq struktur baxımından sadədir, lakin məzmun baxımından daha geniş bir nitq formasıdır. Bəli, tək tərəflidir, ancaq mən danışıram. Yəni danışan mən hal-hazırda sizin ehtiyacınıza uyğun dil materiallarını seçirəm ki, sizə danışdığım mövzu sizə aydın olsun. Siz onu başa düşə biləsiniz. Yəni mühazirələr, məruzələr, nağıl danışma kimi formalarda tətbiq edilir. Nə? Monoloji nitq. Bu da belə. Bunu da ümid edirəm ki, başa düşdünüz. Sonra bir var yazı. Bəli. Aha, verin. Aha. Bəli, savad təlimi ilə nitqin inkişafı ikisi bir yerdə əlaqəli formada düşür. Yəni tək-tək düşmür də bunlar. Əlaqəli formada. Çünki onun tərkibindədir. Hə, ola bilər. Ola bilər ki, olmaz, siz sağ olun. Amma imtahanda belə düşür Nailə müəllimə. Sırf olaraq indi inşallah gedəndə özünüz görəcəksiniz. Ya monolojidən sual olacaq, ya nitqin funksiyalarından olacaq, ya nitqin xüsusiyyətlərindən olacaq, ya da oxuyaq yazaq başlığına aid nümunələr verəcək. Üstəgəl indi bəzi məqamları da qeyd edəcəm ki, bunlardan da düşə bilər. Hansı ki, şifahi, praktik, əyani metodlarımız var bizim. Onların özünün xüsusiyyəti var ki, mən onların indi testini burada aça bilmirəm. Onlar hər biri ödənişli təlimlərimizdə bir-bir işlədilir və hər birinin məqamı, açar sözləri sizlərə izah olunur. Bu belə. Çünki vaxtımız azdır deyə mən də dərslərim var, ona görə çatdıra bilmirəm. Yəni düşünməyin ki, müəllimə nəyəsə görə simişli edir. Sadəcə vaxt cəhətdən bu günü də seçdim ki, sizlər üçün yararlı bir təlim olsun. Bu belə. Biz dialoq, bəli. Verdim. Siz qaçırdınız. Verdim. Hə, vermişəm. Verdim. Bəli, atacam, baxacaqsınız. Bəli, vermişəm. Yox, müəllimə. Sonra dedim, monolojin dedim, dialojin dedim. İndi gəlirəm yazılı və şifahi nitqin xüsusiyyətlərinə. Yazılı nitq nədir? Şifahi nitqdədir. Şifahi nitq daha çox canlı və qarşılıqlı olan bir nitq formasıdır. Spontandır, çox vaxt plansız bir formada olur. Daha çox az formal xarakter daşıyır. Qısa ifadələrlə özümüzü ifadə edirik və yaddaşla bağlı olan bir nitqdir. Yazılı nitq isə daha çox tək tərəflidir. Daha çox oxuyucular üçün hazırlanır, əvvəlcədən hazırlanır, dəqiq və tam şəkildə cümlələr orada öz əksini tapmalıdır, qalıcıdır, hansı ki yazılı sənədlərdə qalır deyə daha çox qalıcılığa malikdir. Bu da belə, bu da yazılı ilə şifahinin bəli, korrekt oluna bilmir. Bu belə. Daha sonra bizim növbəti əsas məqamlarımızdan biri nədir? Burada müəllimlər Şerbanın ədəbi nitq üslubları ilə bağlı müəyyən bir nüansları var. O deyirdi ki, bizim var tam üslubumuz, var yarımçıq üslubumuz. Bunu da əlaqələndirilmiş formada belə yadınızda saxlayırsınız. Tam üslub monoloji nitqdir, amma yarımçıq üslubu isə
daha doğrusu, yarımçıq üslubu isə bizim dialoji nitqimizdir. Yəni tam üslubda mən monoloji nitqdə necə danışırdım? Dəqiq, aydın, nəzakətli formada, dinləyicilərin mənim danışdığımın məzmununu anlaya bilməsi üçün tam şəkildə nə edirdim? Dəqiq şəkildə danışırdım. Buna deyirik tam üslub. Yarımçıq üslubu isə hansı ki məişət üslubumuzdur, gündəlik nitq üslubumuzdur, daha az formaldır, müxtəlif və sərbəst ifadələrdən ibarətdir. Burada artıq bizim nitqimiz, bizim tembrimiz, bizim səsimiz, bizim tələffüzümüz rəsmi olmur, təbii olur, anlaşılan olur. Artıq bu bizim yarımçıq üslubumuzdur və dialoji nitqimizdir. Onu da belə əlaqələndirdik. Tam üslub monoloji, yarımçıq üslubu isə dialoji nitqə uyğun gələcək. Müəllimlər, bir də var nitqin inkişafı üzrə metod və priyomlar. Var əyani metod, var şifahi metod, var praktik metod. Əyani metodla əyanilik prinsipini qatmırsınız. Əyani metod budur ki, mən əyani metodda nə edirəm? Yəni nitqin əyani metodundan söhbət gedir təbii ki. Mən uşağı bir təbiət gəzintisinə apara bilərəm, bir ekskursiyaya apara bilərəm. Uşaq orada gördüklərinin əsasına başlayacaq danışmağa. Yəni burada vizual olaraq görmək çox önəmlidir. Görür və danışır. Görmək üstəgəl nitq. Yəni görmək üstəgəl nitq varsa burada artıq nə olacaq? Əyani metod olacaq. Sadəcə görmək varsa bu artıq əyani bizim prinsipimizdir. Əyanilik prinsipidir. Yəni danışmaq yoxdursa sabah verəcək testdə Günel rəsmə baxır. Müəllimə götürəcək ki, bu nitqin əyanilik metodu. Rəsmə baxır axı, danışmır. Həmin rəsm haqqında danışmadı ki, yox. Deməli, burada sadəcə əyanilik prinsipi var. Əyanilik metodu, nitqin əyanilik metodu burada heç bir halda yoxdur. Ona görə də Günlər müəllimə səsiniz var. Üzürlü düşməniniz olsun. Əyanilik metodunda həm görmək var, həm də danışmaq var. Amma şifahi metodda isə sadəcə danışacağam. Sadəcə danışacağam. Yəni artıq burada indi mən nə edirəm? Daha çox danışıram. Yəni daha çox özümü ifadə edirəm, daha çox danışıram, daha çox izahlar verirəm. Bu artıq nitqin şifahi metodudur. Və nitqin şifahi metodunun özünün xüsusiyyətləri var, hansı ki birazdan onu da qeyd edəcəm. Yəni mənim sadəcə danışmağım, özümü ifadə etməyim, başqaları ilə ünsiyyət qurmağım bu artıq nitqin şifahi metodunda özünü göstərəcək. Praktik metodu isə, baxın, praktik metodda həm məntiqi sözlü təfəkkür var, həm nitq var, həm də bir hərəkət var, kinestetika var. Məsəl üçün, uşaq oyun oynaya-oynaya danışır. Uşaq nəsə hazırlaya-hazırlaya danışır. Uşaq səhnələşdirmə zamanı danışır. Yəni, daha çox uşağın həm nitqi olmalıdır, həm də hərəkəti olmalıdır. Nəsə hazırlaya-hazırlaya danışmalıdır, nəsə edə-edəmi danışmalıdır. Yəni, orada həm bir praktik fəaliyyət olmalıdır, həm də nitq olmalıdır. Bu ikisinin bir-birini tamamlaması praktik metodda özünü göstərir. Əlavə olaraq müşahidə metodu var. İnanmıram, açığı onlar düşəcək deyə onlardan o qədər də məlumat verməyəcəm. Əlavə olaraq praktiki tətbiq və ilkin təcrübə metodu var, imitasiya metodu var. İmitasiya metodu da nə deməkdir? Təqlid etmək deməkdir. Yəni, mən məsəl üçün danışıram, mən danışandan sonra uşaq mənə baxıb onu danışırsa və yaxud heyvanın səslərini yamsılayırsa, gördüyü hər hansısa bir nüansı təkrar olaraq onu imitasiya edərək yamsılayırsa, avtomatik burada artıq bu metod özünü göstərmiş olacaq. Bu da belə. Bu bizim nitqimizin metodları. İndi istəyirəm sizlərə şifahi metodun hansı ki sabah imtahana getdiyiniz zaman qarşınıza çıxa biləcək məqamları haqqında da məlumat verim. Hansı ki bu şifahi metodda var melodika, hansı ki var surət, hansı ki var məntiqi vurğu, tembr. İndi bir dənə onları da aydınlaşdıraq, ondan sonra sizə suallarım olacaq. Müəllimlər, melodika nə deməkdir? Melodika, bunları mütləq qeyd edərsiniz dəftərinizə, çox güman ki, düşmə ehtimalı böyükdür. Melodika, söz və ifadənin tələffüzü prosesində səsin yüksəlməsi və yaxud alçalması olmaqla nitqə müxtəlif çalarlar qatır. Məsəl üçün, musiqilik qatır, yumşaqlıq qatır, bir incəlik qatır və bir növ yorucu olan fəaliyyəti, yorucu olan nüansı aradan qaldırır. Bu bizim melodikamızdır. Buna deyirik biz şifahi nitqin xüsusiyyətlərindən olan melodika. Necə oldu melodikada? Sözün, ifadənin
tələffüzü prosesində səs ya qalxır, yəni səs ya yüksəlir və yaxud alçalır. Nitqə bir müxtəlif çalar qatır. Çalar sözü. Çalar sözü açar sözdür ki, bunu biz götürəcəyik hara? Melodikaya. Sürət var. Sürət də cümlənin, mətnin, məzmunundan asılı olaraq nitqin fasiləli iştirakıdır ki, ya biz burada nitqimizi tezləşdiririk, ya da yavaşladırıq. Buna da deyirik sürət. Məntiqi vurğunu da hamınız məndən gözəl bilirsiniz. Sözün və yaxud ifadənin məzmunundan asılı olaraq fasilələrlə səs ya qalxacaq, ya da böyük bir gərginliklə orada biz onu vurğulayacağıq. Yəni, məsəl üçün, bayaq dedim, homonim sözlər. Orada vurğuya görədir. Məsəl üçün, deyirəm alma, bir də var deyirəm alma. Gördünüzmü? Artıq məntiqi vurğuya görə mən orada səsimi neynədim? Biraz gərginləşdirdim da, yüksəltdim. Artıq orada məntiqi vurğuya görə bunu etdim ki, müəllimə bilsin ki, mən nə demək istəyirəm. Bu da bizim məntiqi vurğumuzdur. Tembr, hər kəsin bir səsinin tembri var. Tembr də ekspresiv emosional sözü ilə yadınızda qalsın. Yəni, ekspresiv emosional çalar desə, ekspresiv emosional çalar. Bir var təkcə çalar desin, bir də var ekspresiv emosional çalar desin. Baxın, artıq bunu gördünüzsə götürəcəksiniz tembrə. Yəni, mən danışanda ola bilər ki, həyəcanlı olum. Onu siz tutasınız ki, müəllimənin səsinin tembrindən tutdum. Müəllimə çox həyəcanlıdır. Və yaxud mən qorxa bilərəm. Qorxanda sizlə danışanda hiss edə bilərsiniz ki, müəllimə sanki nədənsə qorxdu. Nədən bilirsiniz? Bunu mənim səsimin tembrindən bilirsiniz. Həyəcanlıyammı, qorxuramı, yoxsa son dərəcə rahatamı? Artıq bunu siz tembrdən, yəni səsimin tembrindən tuta bilirsiniz. Bu da belə. Müəllimlər, bu da yəni tam şəkildə ümid edirəm ki, savad təlimi ilə bağlı olan məqamları sizə vurğuladım. Bir də savad təlimində əsas bizim üçün lazımi məqamlardan biri də nədir? Situativ nitqlər var. Elə bunu da deyim, tamamlayaq. Situativ nitq nə deməkdir? Biri var təbii situasiya, biri var süni situasiya. Baxın, təbii situasiya budur ki, uşaqdır, gəlib bağçaya, başlayır öz-özünə danışmağa. Mən anamla yolda gəldim, mən anamla filan şeyi belə elədim, anam mənə filan şey aldı. Heç müəllimə sual verməyib, müəllimə özü danışır. Müəllimə bilirsiniz, biz 6-cı günü hara getmişdik? Biz teatra getdik. Orada bilirsiniz, nə gözəl oyunlar göstərdilər. Müəllimə bilirsiniz, orada ayda çıxdı. Müəllimə orada pələnc də var idi. Neyniyir? Təbii situasiyadır. Özü özlüyündə danışır. Bir də var, müəllimə şəraiti yaratsın. Müəllimə sual versin. Ayxan, şənbə günün necə keçdi? Artıq müəllimə sual verirsə, müəllimə yönləndirmə edirsə, müəllimə uşaqdan informasiyanı almağa çalışırsa, baxın, bu artıq süni situasiyadır. Yəni, seçmə üsulunuz nə olacaq? Uşağın öz-özünə danışığı varsa, özü-özünü ifadə edirsə, bu təbiidir. Amma müəllimənin yönləndirməsi varsa, müəllimənin orada bir istiqaməti, müəllimənin sualı, müəllimənin uşağı təşviq etməsi varsa, bu artıq olacaq. Nəyə? Bu artıq aid olacaq birbaşa olaraq bizim süni situativ nitqimizə. Aydın oldu müəllimlər? İndi suallarınızı verə bilərsiniz. Bu qədər. Savad təlimindən bunları bilsəz, tam olaraq imtahana hazırsınız. Bir də standartlar. Standartların izahı onsuz da YouTube-da var deyə vermədim. İstəyirsinizsə deyim amma onu da. Deyim. Standartları da yəni əzbər bilməyiniz mütləqdir. Standartlarımız hansı prinsiplər deyirsiniz? Yox, onlar düşmür, yox. Onlar əvvəl sırf olaraq müəllimə bilirsiniz, faktoloji biliyə dayanılsaydı, düşərdi. İndi artıq dövlət sırf olaraq müəllimləri situasiya olaraq yoxlamaq istəyir. Görün, bu müəllimə bu vəziyyətdən lüğətin təmizliyini tapacaqmı? Daha doğrusu nitqin zənginliyini, təmizliyini tapacaqmı? Hansı ki, diaqnostikada düşmüşdür, elə səhv etmirəmsə bu sual. Sonra bir çox müəllimlər yönəlir nəyə? Birinci mərhələdə nə öyrətmək lazımdır, ikinci mərhələdə nə öyrətmək lazımdır, onlar düşmür artıq. Yəni, onları birbaşa beyninizdən çıxarın. Mən dediyim məqamlara köçlənin, inşallah özünüz də nəticəsini görəcəksiniz. Bir də standartları çalışın, möhkəmləndirəsiniz ki, 1-2 yaşda standart olaraq nə var, 2-3 yaşda nə var, istəyirsiniz onları da bir dənə deyim, tam şəkildə savad təlimi sizə aydın olsun. Məsəl üçün, 1-2 yaşında uşaqlarda daha çox neyinir uşaq? Sözlə hecanı tələffüz edir. Hansı ki, hecanı sözü tələffüz edir. Məsəl üçün,
mama, ata, ana. Artıq uşaq neynir? Sözü, hecanı bir növ niyə yadda qalmır? Baxın müəllimlər, açar sözlə yadınızda saxlayın. Əgər savad ümumiyyətlə məşğələni öyrənəndə çalışın həmişə alt standartını biləsiniz. Alt standart məşğələnin 50%-idir. Yerdə qalan 50% mən dediyimdir, amma 50% ilə alt standartların tərkibindədir. Və əgər uşaq heca ilə sözü tələffüz edirsə, bu birinci körpələr. Heca artıq söz, cümlə daxil olursa ikinci körpələr. Artıq sözü, cümləni düzgün tələffüz edirsə, məsəl üçün bayaq deyirdi appa, yeməyə appa deyirdi. Artıq amma yeməyə yemək deyir. Artıq onu düzgün tələffüz edir. Artıq çilələk demir. Artıq uşaq onu düzgün tələffüz edir. Harda? Orta qrupda. Artıq hecanın yerini tapır, sözün yerini tapır. Cümlədə bilir ki, hansı söz hardadır. Məsəl üçün deyirsən ki, alma, ma hansı hecadadır? Uşaq deyir artıq ma ikinci hecadadır. Artıq bunlar orta qrup, böyük qrupdan özünü göstərir. Yəni hecanın, sözün yerini tapmaq. Məktəbə hazırlıqda da artıq kəsmə əlifba vasitəsilə sözlərin düzgün olaraq yan-yana qoyulması və uşaqların oxuması bu dövrdə özünü göstərir. Bir də var bizim savad təliminin alt standartlarında. Deməli, deyəcək ki, bir və çox sözlərindən, daha doğrusu bir-iki sözdən ibarət cümlələr qurur, 2-3 sözdən. Bunu da belə yadınızda qalsın. 1-2 söz varsa, 1-2 yaşdır. 2-3 söz varsa, 2-3 yaşdır. 2-4 söz varsa, 2-4 söz varsa əgər orta qrupdur. 4-5 cümlədən ibarət mətn qurmaq varsa böyük qrupdur. Görürsünüz, yaş qrupları üzrə sanki uyğunluq var. Məktəbə hazırlıqda isə artıq səsdən heca, hecadan söz, cümlədən, sözdən cümlə, cümlədən isə şifahi mətn quracaq. Biraz spontan olaraq dedim, qarşımda baxa bilmədim deyə tam olaraq, yəni birdən nəsə səhvlik olsa kitabdan özünüz tam baxıb müəyyən edərsiniz. Artıq məktəbə hazırlıqda da dediyim kimi uşaq səsdən hecanı, hecadan sözü, sözdən isə cümləni, cümlədən də şifahi mətn qurur. Yadınızda belə şəkildə saxlasaz, inanın mənə yadınızdan bir daha çıxmayacaq. Əzbərləməyə çalışmayın, məzmunu başa düşüb. Dərk edin ki, o sizin uzun müddətli yaddaşınızda qalsın. Çünki sertifikasiya bir dəfə ilə yekunlaşmır. Ən azından indi qəşəng bir şəkildə mənimsəsəz, artıq 3 ildən, 5 ildən bir də imtahan olduğu zaman üzərinizə o qədər yük düşməyəcək. Bir neçə dəfə təkrar gedəndən sonra artıq o sizdə tam olaraq uzun müddətli yaddaşınızda oturacaq. Bu da belə müəllimlər. Əlavə sualınız varmı? Çox sağ ol. Hər vaxtınız xeyir, Elza müəllimə. Yaxşıyam can, siz necəsiz? Çatdınız müəllimə? Can. Hə, 2-2-6 inteqrasiya. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Bir sual var sizə savad təlimlə bağlı. Onunla tam anlamadım. Hər gün mən başa düşdüm nə demək. Poetik qulaq, yəni uşağın başa, belə deyim də, məzmunu anlaması kimi deyək. Yəni uşaq artıq burada poetik qulaq eşitdiyini anlayır, başa düşür. O mənadadır. Poetik qulaq. Uşaq eşitdiyini anlayır, dərk edirsə, o artıq onun poetik qulağıdır. Yəni eşidir, eşitdiyini tam olaraq bir şəkildə onu başa düşür. Artıq buna deyirik biz uşağın poetik qulağı. Bəli. Salam. Salam can. Hər vaxtınız xeyir olsun. Onlar da sizi salamlayır. Onlar da sizi salamlayır. Bəli. Aha. Aha. İnteqrasiya xarakterlidir, bəli. Hə, uyğunlaşdıra bilmədiniz. Deyim də müəllimə. Hə, izah edim. Deməli müəllimə, siz sağ olun. 1-1-4 standartımız var ki, hansı ki 1-1-4 standartının məqsədi fiziki mədəniyyət deyil artıq. Onun məqsədi inteqrasiya xarakteri daşımaqdır. O standartı açsaz, baxsaz, orada da qeyd olunub. Orada yazılıb ki,
İndi mən tam yadımda olanları deyəcəm, çünki yaddaşıma əsaslanıb deyirəm. Baxın müəllim, orada yazılıb. Deyir ki, uşaq əlində tutduğu əşyalardan, yəni qələmdirmi, bu cildimi, plastilindimi, müəllimənin təyinatına əsasən istifadə edir birinci körpələrdə. Daha sonra deyir, əlində tutduğu əşyalardan qələm olsun, yapma olsun, aplikasiya üçün indi olan vəsaitlər olsun, onlardan istifadəni sadə tərzdə yerinə yetirir. Orta qrupdan artıq deyir, uşaq əlindəki əşyalardan yapır, qurur, rəsm çəkmə bacarıqları nümayiş etdirir. Artıq bu orta qrupdadır. Böyük qrupda deyir, artıq uşaq hamarlayır, hissələrə ayırır, birləşdirir, quraşdırır və s. Məktəbə hazırlıqda isə deyir, konturdan kənara çıxmayaraq rəngləmə yerinə yetirir, quraşdırır. Baxın, özünüz də fikir verdinizmi? Necə bizim 3-cü inkişaf sahəmizlə sanki bənzəyir. Yəni, burada da yapma var, orada da yapma var. Burada da rəsm çəkmə var, orada da var. Bəs fərqi nədir? Fərqi budur ki, yaradıcılıq deyəndə, əgər mənim məqsədim nəsə yaratmaq, nəsə qurmaq, nəsə hazırlamaqdırsa, mən onu verirəm 3-1-lə. Çünki yaradıcılıq məqsədi ilə verirəm də, düzdürmü? Uşaq yaratsın, qursun, gözəl bir şeylər, şedevrlər etsin. Bu 3-1-lə. Amma idraki, bəli, estetik yaradıcı ilə, hansı ki, mən bayaq da qeyd etdim. Məsəl üçün, artıq bu gün siz uşağa A hərfini öyrətmişsiniz, indi istəyirsiniz yaradıcılıq etsin. Məsəl üçün, orada bir ana fiquru yaratsın, yapmadan. Ana fiqurunu yaradırsa, artıq burada uşaq, bəli, 3-1-lə verə bilərsiniz. Çünki yaradıcılıq var. Amma məqsədim uşağın ana fiqurunu yaratması deyil, sadəcə istəyirəm ki, A hərfini yapsın. Və orada istəyir əyri olsun, istəyir düz olsun, heç bir fərqi yoxdur. Sadəcə yapsın. Bunun məqsədini mən inteqrasiya kimi 1-1-4 ilə verəcəm. Çünki 1-1-4 inteqrasiya xarakteri daşıyır, üstəgəl kiçik motorikanın inkişafına dayanır. Bəli, yəni uşaqlarda kiçik motorikanı inkişaf etdirir 1-1-4. Onun məqsədi yaradıcılıq deyil. Onun məqsədi hər hansısa bir kompozisiya, hər hansısa bir şedevrlər yaratmaq deyil. Onun məqsədi sadəcə olaraq zehni gərginlik, emosional cəhətdən uşağı yoran məşğələlərimiz ki var, riyaziyyatdır, savad təlimidir, ətraf aləmdir, bədii təfəkkürdür. Onlardan sonra uşağın həm o yorğunluğunu aradan qaldırıb, həm də onların o motor bacarıqlarını inkişaf etdirməkdir. Başa düşdünüzmü? Ona görə mən onu 1-1-4 ilə verirəm. Hə, mən 1-1 demədim axı. 1-1-1 desəm, hə, o birbaşa fiziki mədəniyyətə aid. Amma mən 1-1-4 dedim. Hə, 4. Yox, 1-1-4. 1-1-4. Baxın, o artıq 1-1-4 dediyim üçün o artıq inteqrasiya, üstəgəl kiçik motorika xarakteri daşıyır. Aydın oldu mu? Siz sağ olun. Mən minnətdaram, siz sağ olun. Bir də müəllimlər, müəllimə yazıbdır, Türkan müəllimə. Bizim 2-2-3-lə 2-2-6-mız da var ki, hansı ki, orada 2-2-3 nitq etiketləridir. 2-2-6 da orada var böyük və çox sözlər, əlamət və hiss bildirən sözlər, əlamət keyfiyyət bildirən sözlər, əks və eyni mənalı sözlər. Onlar da daha çox inteqrasiya məqsədi ilə istifadə olunan standartlardır. Onlardan da biz daha çox digər məşğələlərdə ətraf aləm olsun, riyaziyyatda məsəl üçün bir və çox olsun, daha çox inteqrasiya məqsədi ilə istifadə edirik. Yəni, bu da yadınızda qalsın. 2-2-3, bir də 2-2-6. Onlar da inteqrasiya məqsədinə xidmət edən standartlarımızdır. Bu da belə müəllimlər. Ümid edirəm, aydın oldu hər biri. Məqam. Aydın oldu müəllimlər? Siz sağ olun. Mən təşəkkür edirəm. Əla. Bu da belə. İndi gəlin mən bir neçə dənə də sual oxuyum. Ondan sonra dərsi yekunlaşdıraq. Çünki mənim özümün də dərslərim var deyə onlara daxil olmalıyam. Əllərinizi qaldırmısınızmı? Görüm hansı müəlliməmizdir? Şəfəq müəlliməmiz. Şəfəq müəllimə Əlizadə. Buradasınız Şəfəq müəllimə. Şəfəq müəllimə. Çıxıb Şəfəq müəllimə. Nailə müəllimə. Hə, müəllimə. Görək sizdə vəziyyət necədir? Şəşidəsiz, ay müəllimə. Yerliymiş, ay müəllimə, xəbərim yoxdur.
Siz yanvar qrupuna yazılan Nailə müəlliməsiz? Hə, hə. Hə. Bir də Nailə müəllimə var. Dedim də yəqin yerlimsiz, ona görə soruşdum. Yəni daha doğrusu o müəllimə də elə bildim yerlimdə, ona görə soruşdum. Hə, eşidirəm can. Onda Nailə müəllimə üzrlü sayın. Şəfəq müəllimə edim, ondan sonra sizlə davam edək. Yaxşı. Hə. Tamam. Can, salam can. Hər vaxtınız xeyir olsun. İndi müəllimə, məsəl üçün tərbiyəçi uşaqlarla söhbət edərkən deyir: "Biz indi çiçək şərti çəkəcəyik. Başa düşdünüz? Çəkməyən məndən inciməsin. Ha, çiçəyi yaxşı çəkənə hədiyyə də verərik." Bu situasiyada nitqin hansı xüsusiyyəti pozulmuş olar? Çəkməyən məndən inciməsin. Ha. Çiçəyi yaxşı çəkənə hədiyyə də verərik. Düşünün. Çox düşünməyin amma. Yox. Yaxşı düşünün. Yaxşı düşünmədiniz. Ha deyirəm, ha. Təmizlik olmasın. Təmizliyini pozuram da. Təmizlik ha deyir, bir növ bəli. Artıq orada mən belə deyək, uşaqlara qarşı sanki bir nə gəlirəm? Ha, çəkməyə məndən inciməsin, ha. Başa düşdünüz artıq burada. Təmizliyi pozmuş olurum. Bəli. Ləhcə deməyək, daha çox uşaqlara bir növ burada mən o nitqin təmizliyini pozaraq sanki bir yəni mədəni dildə desək, hədə qorxu sanki aqressiya, bəli, aqressiya göstərmiş oluram da. Ha, başa düşdünüz? Ona görə nitqin təmizliyini pozuram. Biz meyvələr haqqında danışacağıq. Meyvələrdən alma haqqında danışaq. Alma yeməli meyvədir uşaqlar və ağacda bitir. Alma müxtəlif rəngdə olur. O qırmızı, sarı və yaşıl ola bilir. Onu yeyəndə o bizim üçün sağlamlıq gətirir. Əla. Çünki bəli, dəqiq olaraq vurğuladı. Tərbiyəçi uşaqlara mövzunu izah edərkən deyir ki, uşaqlar, quşların uçma qabiliyyəti onların dinamik qanad strukturlarının hava müqavimətinə qarşı yaratdığı lift qüvvəsi ilə əlaqəlidir. Burada nəyi pozar? Müəllimə, dinamik nə deməkdir? Siz başa düşdünüz mən dediyimi? Yox. Yəni baxın, bunu mən uşağa izah etmədim axı. Dinamik dedim, struktur dedim. Uşaq bunu başa düşə bilər heç? Strukturu, dinamiki. Deməli mən nəyi pozuram avtomatik? Aydınlığı pozuram da. Çünki aydın olmayacaq. Struktur dedim, dinamik dedim, lift qüvvəsi dedim. Yeri gələndə buradakı bir çoxumuza aydın olmayacaq da. Bu qaldı ki, hələ uşağa. Aydın oldu? Nitqin aydınlığıdır. Yaxşı, bir dənə də müəllimə, mənə siz deyin, mövzumuzdan kənar da olsa, görüm başqa mövzularda necəsiz. Bizim məzmunumuzun ən zəruri hissəsi nə adlanır? Hansı ki, uşaqları ümumi təlim nəticələrini aparan əsas baza rolunu oynayan məzmunun ən zəruri hissəsi nədir? Nə adlanır? Aha, məzmun xəttidir. Əlasız, bəli. Aha. Bəs inkişaf sahəsi üzrə görüləcək fəaliyyətin istiqamətini nə bildirir? Əla, əsas standart. Yaxşı. Mən desəm ki, əsas standartın əsas funksiyası inkişaf sahəsinə uyğun şəkildə məqsəd çıxarmaqdır. Razıyıq bu fikirlə. Əla, məqsəd alt standartdan çıxarılır. Doğrudur. Yaxşı. Bəs deyə bilərəmmi ki, müəllimələrin indi qarışıq deyirəm. Çünki bilmirəm də müəllimə nəyi bilir, nəyi bilmir. Ona görə qarışıq suallar verəcəm. Etik davranış prinsiplərindən hansında müəllimə təşəbbüskar olmalıdır, intizamlı olmalıdır, çalışqan olmalıdır? Yox. Aha, bəli, mədəni davranışdadır. Müəllimə öz səlahiyyətindən kənar məsələlərə müdaxilə etməməlidir. Yaxşı düşünün. Qərəzsizlik. Aha. Müəllimə bir tərəf olmalıdır. Aha, siyasi. Yox, o da qərəzsizlikdədir. Siyasi cəhətdən bir. Bəli.
Aha, bir tərəflikdə yenə qərəzsizlikdədir. Hə, elə açmaq üçün yaxşıdır. Maşallah. Maşallah olsun müəllimə, güclü hazırlaşın. Güclü hazırlaşın, inşallah nəticəniz yaxşı olsun. Amin cümləmizin. Çox sağ olun. Amin cümləmizdən. Bir də Şəfəq müəllimə, siz mənə deyin görüm, hansı etik davranış prinsipi tələb yönümlülük prinsipi ilə, hansı ki bizim o prinsiplərimiz var da, didaktik prinsip deyim. O didaktik prinsiplərdən hansı qanunun aliliyi ilə dedimmi? Tələb yönümlülüyü. Hə, özüm özlə dedim. Bəli, tələb yönümlülük qanunun aliliyi. Özüm elə dedim ay müəllimə. Yaxşı, bəs hansı prinsip idi ki, bu prinsipdə didaktik prinsiplərdən deyirəm. Uşaqların təhsil tələbatlarını ödəyirdik. Əlasız. Hansı prinsipdə biz uşaqlarda kompleks bacarıqlar formalaşdırırdıq, həm öyrədirdik, həm tərbiyə edirdik, həm inkişaf etdirirdik. Tamlığı əlasız. Hansı prinsipdə biz biliyi bacarığa çevirirdik? İnkişaf yönümlüdür. Hansı prinsipdə biz artıq belə deyək də planlaşdırmamızda ardıcıllığı nəzərə alırdıq. Məsəl üçün müəllim əvvəlcə heyvanlar haqqında məlumat verirdi, daha sonra heyvanlar haqqında uşaqlara suallar verirdi, daha sonra heyvanları fərqləndirməyi, sonda isə heyvanları qruplaşdırmağı tapşırırdı. Məsəl üçün bunu nəyə götürərsiniz? Planlaşdırmada varisliyin paralel olaraq adı sistemlilik və ardıcıllıq gedir planlaşdırmada. Hə. Amma alt standartın desəm ki, yaş qruplarına uyğun sadədən mürəkkəbə doğru dəyişməsi o artıq olacaq varislik. Olacaq varislik. Bir dənə də mənə deyin görün müəllimə. Müəllimə hansı prinsipi qorumaqla uşağı şəxsiyyət kimi yetişdirir? Yox. Məsəl üçün belə deyim də, müəllimə burada bu prinsipdə bəli Gülgəz Məmməd düz yazıb. Müəllimə bu prinsipin tələbini qorumaqla uşağı şəxsiyyət yönümlü kimi yetişdirirdi deyim, daha doğru olsun. Tamlıq olar müəllimə? Tamlıq. Müəllimə pedaqoji prosesin tamlığını başa düşdünüz? Bəli, tamlığı qorusa, avtomatik uşağı nə edəcək? Tam bir şəxsiyyət kimi yetişdirmiş olacaq. Fərqi nədir bəs tamlıqla pedaqoji prosesin tamlığının? Tamlıqla şəxsiyyət yönümlülüyün, bəli. Əlasız. Təşəkkür edirəm Şəfəq müəllimə. Qəşəng. İnşallah sertifikasiyadan sonra nəticənizi bölüşərsiniz. Sizdə yaxşı olacaq Allahın izni ilə nəticəniz. İnşallah. Amin. Siz sağ olun. Cümləmizin. Nailə müəllimə, indi sizə keçid edə bilərik. Siz sağ olun. Nailə müəllimə, deyin görüm. İndi mən oxuyacağım, siz seçərsiniz görün. Burada nitqin nə idi? Deməli müəllimə, biz quşlar haqqında danışırıq. Quşların qanadları olur, elə deyilmi? Onlar havada uçurlar. Çünki qanadları onları yüngülləşdirir. Bu situasiyada tərbiyəçinin nitqi hansı nitq funksiyasını pozmuş olar? Yaxşı düşündünüz. Biz quşlar haqqında danışırıq. Quşların qanadı olur, elə deyilmi? Onlar havada uçurlar. Çünki qanadları onlara yüngülləşdirir. Müəllimə nə edir? Aydınlıq gətirir axı. Quşlar mövzusuna aydınlıq gətirir ki, quşların qanadları olur. Onlar havada uçur. Çünki qanadları onlara yüngülləşdirir. Yəni hətta qanadlarının olmasının səbəbini belə izah edir ki, qanadları onları yüngülləşdirir deyə onlar havada uça bilir. Gördünüzmü? Hə, yox. Bir var desəydim ki, müəllimə deyir ki, uşaqlar biz bu gün quşlar haqqında danışacağıq. Daha sonra sərçənin adını desəydi. Hə, onda artıq dəqiqləşdirmə olardı. Amma burada müəllimə quşlar haqqında danışıb, qanadından danışır, izah edir ki, yəni quş nə deməkdir də, belə deyim. Onun nəyi var, onun hansı funksiyası var, uça bilirmi, uça bilmirmi? Başa düşdünüzmü? Yəni bunları uşağa tam şəkildə aydın formada izah edir. Bu da belə. Daha sonra növbəti sualımı da verim.
Uşaqlar, sizcə gözəl sözünü başqa hansı sözlərlə əvəz edə bilərik? Burada bəs gözəl sözünü başqa hansı sözlərlə əvəz edə bilərik? Bu nə olar? Bu da yenə zənginlikdir da. Gözəl sözünü nə ilə əvəz edə bilərik? Uşaq da deyəcək müəllimə, göyçəklə, qəşənglə, heyrətamizlə. Aydın oldu mu? Yəni neylədir? Zənginlikdir. Sonra uşaqlar biz axşam yeməyimizi yeyirik, sonra gedirik yatırıq, daha sonra səhər oyanırıq və bağçaya gəlib səhər idmanı edirik. Günorta yeməyindən sonra yenə yatmağa gedirik. Burada nə olar? Ardıcıllıqdır, bəli. Ardıcıl. Düzdür. Müəllimə uşaqlara deyir ki, uşaqlar 5 kitablar demək olmaz. 5 kitab deməliyik. Müəllimə burada nəyi qoruyur? 5 kitablar demək olmaz. 5 kitab deməliyik. Əlasız. Yox, düzgünlüyü qoruyur. Çünki müəllimə düzgünlüyü qoruyaraq uşağa izah edir ki, bilirsiniz necə? O nitqin qrammatik quruluşu ki var tələbatlarda. O nitqin qrammatik quruluşu ki var. Orada da biz qeyd edirik ki, biz uşaqlara nitqin cəm şəkilçisini, hal şəkilçisini, yəni düz izah etmirik, amma bir növ başa salmalıyıq ki, uşaqlar biz 5 kitablar deyə bilmərik. Biz 5 kitab deməliyik. Çünki artıq elə 5 kitab özü bir bəli, cəm şəklində də, yəni bildirir ki, 5 kitab var. Yəni orada artıq mən 5 kitablar deyəndə avtomatik nitqin düzgünlüyünü pozmuş oluram. Aydın oldu mu? İnşallah. Bir də müəllimə, sizə də bir dənə etik davranış prinsiplərindən sual verim. Hansı etik davranış prinsipində müəllimə öz vəzifəsini keyfiyyətli və səmərəli yerinə yetirməsə, intizam məsuliyyətinə cəlb oluna bilərdi? Daha doğrusu cəlb olunurdu deyək. Yox. Səmərəli yerinə yetirməsə, intizam məsuliyyətinə cəlb oluna bilər. Yox. Peşəkarlıq və fərdi məsuliyyətdə idi. Peşəkarlıq və fərdi məsuliyyətdə idi ki, müəllimə əgər öz işini keyfiyyətli, səmərəli əslində vicdanlılıqdadır, amma keyfiyyətli və səmərəli yerinə yetirməsə, intizam məsuliyyəti desəm, o artıq gedəcək bizim peşəkarlıq və fərdi məsuliyyətimizə. Peşəkarlıq və fərdi məsuliyyət müəllimənin hansı peşə bacarığıdır? Bəli, qnostik bacarığıdır. Yaxşı. Bəs müəllimə görür ki, Tunarla Ayxan dalaşır, amma müəllimə müdaxilə etmir. Deyir, əşi özləri bilər də, dalaşırlar, uşaqdır. Burada hansı prinsipin tələbini pozar? Müəllimə dalaşmır ki, uşaqlar dalaşır. Yox, heç kim düzgün yazmayıb bu arada. Yox, vicdanlı davranış da deyil. Heç kim düzgün yazmayıb bu arada. Baxıram, bir nəfər belə düzgün yazmayıbdır. Bəli, Şəhzadə müəllimə. Adınız nə gözəldir. Peşəkarlıq və fərdi məsuliyyəti, bəli müəllimə. Çünki müəllimə məsuliyyətsiz yanaşır da. Deyir, nə eləyərlər, eləyərlər. Mənə nə? Necə olur olsun. Peşəkarlığın bir peşəkarlıq hissəsi var, bir də məsuliyyət hissəsi var ki, məsuliyyət hissəsi daha çox bu yönlərə istiqamətlənir ki, uşaqlar dalaşarkən, daha sonra qrupa uşaq gələrkən müəllimə məsuliyyətini dərk etməlidir. Həmin uşağı qrupa da adaptasiya etməlidir. Dalaşan uşaqları da ayırmalıdır. Yeri gəlsə onlara rol model də olmağı bacarmalıdır. Bu artıq müəllimədən bir məsuliyyət tələb edir. Həmçinin məsuliyyətli olmaqda valideyn iclasları olsun, açıq qapı günləri olsun. Yəni hər birini müəllimə vaxtında təşkil etməli və yeri gələndə hamıdan əvvəl müəllimə orada olmalıdır. Başa düşdünüz müəllimə? Bu da müəllimədən peşəkarlıq tələb edir. Bəs müəllimə hər hansı bir nöqsana yol verərsə, həmin nöqsanı anında aradan qaldırırsa, kütləvi informasiya vasitələrini doğru və dolğun şəkildə məlumatlandırmağı bacarırsa, nəyi qoruyur? Bəli, ictimai etimaddır, düzdür müəllim, ictimai etimaddır. Rəy vermədə hansı prinsiplər özünü göstərər? Qarışıq prinsiplərdən deyirəm. İndi
didaktik prinsiplərdə siz özünüz elə götürürsünüz. Biz qarışıq prinsiplər olaraq öyrənirik, amma didaktik prinsiplərdən deyin. Aha, aha. Hə. İnkişaf yönümlü olmasın. İnkişaf yönümlüdür və üstəgəl, əgər dəstəkləyici rəy verirəmsə, fəaliyyətin stimullaşdırılması da özünü göstərəcək. Hansı ki, deyirəm ki, əhsən, nə gözəl çəkmisən. Çalış, hər dəfə rəsm çəkərkən bu məqamlara diqqət yetir. Afərin, əhsən. Bir də var, deyim ki, afərin səndən yoxdur, onu demirəm. Ha, o emosional rəydir. Bir də var, deyirəm ki, afərin müəllimə, bugünkü cavablarınız qənaət bəxşdir. Çalışın, hər dəfə sual-cavabda iştirak edəsiniz. Artıq burada fəaliyyətinizi nə edirəm? Stimullaşdırıram. Sizdə daha çox maraq yaradıram, daha çox stimul verirəm ki, siz öyrənməyə qarşı daha meyilli və daha aktiv şəkildə iştirak edəsiniz. Aydın oldu müəllimə. Təşəkkür edirəm can, çox sağ olun. Siz sağ olun. Təşəkkür edirəm müəllimlər. Bu qədər. Ümidvaram ki, hər biriniz üçün yararlı və necə deyərlər, ürəyinizcə olan bir təlim oldu. Amma dəstəyinizi gözləyirəm. YouTube kanalına abunə olun. Bir də videonu bəyənin ki, daha çox müəllimənin qarşısına çıxsın. Yaxşı müəllimlər. Öpürəm sizləri, özünüzə yaxşı baxın. İnşallah görüşərik. Çox sağ olun.